salam. Salam, birincisi Salam, salam. birincisi salam. Səncə 2025-ci ilin reklam platforması və ya da digital platforması hansı oldu? Hansı oldu ya hələ ilin düzü bitməyinə 1-2 ay 2 ay var. qalıb, bəli. Amma yenə də ümumiyyətlə məncə bu il yenə trenddə olan TikTokdur. Həm də ki ilin əvvəlində ən çox istifadəçi sayına görə TikToku deyərdim. Həm əlavə olaraq da Azərbaycanın özündə bir ara Facebookun boomu var idi. Sonra Instagramın, sonra TikTokun. Amma hal-hazırda görsənməsə belə çoxdur, çünki auditoriya istifadə eləməsə belə faiz etibarilə ən çox artış TikTokdan sonra LinkedIn-dədir Azərbaycanda. Məncə düzü yaxşı bir şeydir, həm də pisdir. Nəyə yaxşı bir şeydir? Yeni bir kanal açılır, istərsiniz B2B satışlar üçün daha yaxşıdır deyə düşünürəm. Amma belə bir nüans var ki, çoxluq heç də yaxşı deyil də bəzən də. Çünki necə ki əvvəllər Facebookda bir post paylaşanda daha çox insana çatırdı, çoxlu auditoriya gəldikdən sonra o sayı azalmağa başladı. Orqanik olaraq daha az insana çatmağa başladı. Sonra Instagram, indi TikTokda da əvvəl kimi hər paylaşdığım 1 milyon video izlənmə almır. LinkedIn-də isə çox yaxşı nəticələr əldə etmək mümkündür, amma son vaxtlar müşahidə edirəm ki, yəni alacağı nəticədən 40% daha aşağı nəticələr əldə edilir. Hətta ki 50% daha yaxşı nəticə əldə etmək olardı, amma daha az nəticə əldə olunur. Bu da ümumiyyətlə insanın canını sıxır biraz. Amma düzgün istifadə olunduqda istər Instagram olsun, istər TikTokla, Facebookun özündən belə olsun, ikinci əl kitab ala biləcək şəxslər Facebookda otururlar. Hansı tibbi kitab satırsansa, məsələn də orada daha yaxşı satırsan. Çünki özümü müşahidə elədiyim 3 dənə, 4 dənə tibbi kitabların ikinci əl satışı həyata keçirilən qruplar var, böyük qruplar var. Hansı ki mən vaxt içində kitab satmışam oradan bilirəm. 2018-ci səfər eləmişəm. Qardaşımın tibb kitablarını satırdım. O qruplar məsələn var idi. Müəllimələr məsələn Facebooku çox aktiv şəkildə istifadə edirlər. Bu kimi yəni kanallar çoxdur, amma özünü daha yaxşı göstərən məncə TikTokdur deyərdim, amma biraz da AI-ın da gəlişi ilə heç də hamımıza yad olmayan ChatGPT gəlir. ChatGPT də artıq bildiyim qədərindən bir xəbər yayılmışdı. Öz axtarış platformasına artıq browserını çıxardacaq. Bu da yəni baxacaq görəcəyik ki, ChatGPT artıq öz üçün social media çıxardı, başqa bir şeylər çıxır və yayın inteqrasiyasından çox şey olacağını düşünürəm. Sonra məsələn, təzəcə bir ay bundan əvvəl ChatGPT-nin tərkibində o eyni şirkətə məxsusdur, bildiyim OpenAI-yə məxsusdur məncə. Sonranın özünün bildiyim qədərindən bir əpi çıxıb. Azərbaycan gəlib çıxmayıb, düzdür. Amma dünya üzərində ümumiyyətlə Barış Özcanın bir videosunda görmüşdüm. Müəyyən bir şəxslərə invitation-la göndərilir, sadəcə eləncə bir şeydir. Yəni sonranın özünün çıxıb, bir əpi çıxıb və əpdə çox maraqlı videolar düzəltmək olur. Necə ki TikTokda effektdən istifadə olunursa, konkret olaraq bir video AI ilə göstərilir. Dinozavrun belində qaçırsan sən də. O səni aparır. Onun eynisini sən öz video profildən 360 dərəcə özünü göstərirsən, avtomatik olaraq səni qoyur ora. Maraqlı bir video tipləri çıxartmaq olur. Yəni bunun kimi çoxlu platformalar var ki, hər il trendində qalxır, ondan sonra da düşür. Yəni hər ilin özünün müəyyən bir trenddir, amma TikTok olsun, LinkedIn olsun saydıqlarım layihə daimi şəkildə davam edir, amma yenilər isə bizim üçün sonra və ya da ki ChatGPT kimi platformalarda bunlar da bilmək olmaz, yəni həmişə bunu eləyən bir şirkət, bir platformalar olsa oradan isə yavaş-yavaş düşməyə başlayır. Bildiyin kimi artıq Google Ads-də bu təsdiqlənmə problemləri getdikcə olmağa başlayır. Hansı ki Google partnyorluq, daha sonra büdcə məsələləri, bunlar müəyyən qədər artıq displeylərdə, söz reklamlarında təsdiq problemini aradan qaldırmağa kömək edir. İndi xarici biz bunu yaşamırdıq, sırf Azərbaycan özəl yaşayırdıq. Hansı ki bu bizim reklamımızın keyfiyyətinə çox ciddi təsir göstərirdi. Heç vaxt yaxşılaşdıra bilmirdik o dil probleminə görə. Bəs yaxşı, bu dəyişkənliklər, bu yaxşılığa doğru gedən istiqamətlər nəticəsində səncə bizim CPA qiymətlərimizə, CPC qiymətlərimizə təsir göstərəcək rəqabət baxımından? Müsbət mənada yəqin ki, dəyərləndirsən ki, bu daha müsbət təsir edə bilərmi? Həmişə bazar belə deyək ki, orada auksion sisteminin olduğu üçün ümumiyyətlə Google-un özünün sistemi, bazar özünü tənzimləyir. Sənin keyfiyyətin daha yaxşıdırsa, demək ki, artıq insanlar da deyəcək ki, mən məsələn hansı bir şirkət var ki, Azərbaycan olsa da qəbul eləmir, çox da yaxşı nəticə əldə eləmirik, gəl Google-da reklam vermir.
Sonra görür ki, artıq Azərbaycanda reklam verməyə başlayırsan, rəqabət artır. Rəqabət artmağı CPC qiymətini, o da ki, dolar yolla CPA qiymətini, yəni almaq istədiyi nəticəni əldə etmək üçün olan qiyməti daha da qaldırır. Hansı ki, biz Kanada, Amerika tipində məsələn də orada rəqabət o qədər çoxdur ki, eyni anda eyni bir açar sözü 28 dənə şirkətlə rəqabətə girirəm. 1% oradan bazar payı, yəni impression share götürəndə deyirəm ki, super nəticə əldə etmişəm ki, mən Azərbaycanda isə biz 80-dən 70-dən aşağı düşmür də, yəni impression share faizlərimiz. Amma bu dediyin yes optimization score, yəni quality score artıracaq. Quality score da öz növbəsində bizim qiymətlərimizdə aşağı düşmələri gətirib çıxaracaq auksyondakı qiymətlərə, CPC qiymətlərinə. Amma həm də bazara yeni oyunçuların girməsinə gətirib çıxartdığı üçün məncə dəyişən çox da ciddi bir şeylər olmayacaq. Hətta deyərdim ki, artacaq. Ki hər il görürük ki, təxmini 20%-ə yaxın həmişə artır. Bu da Google-un sanki elə bir inflyasiyada gəlir üstünə. Bu düşünürəm ki, rəqəmlərdə çox da dəyişiklik olmayacaq. Amma hələ də tam şəkildə həll olunmayıb. Çünki Azərbaycanda Google-un partnyoru və sən bildirsən. Azərbaycanda cəmi 23 dənə Google-un partnyoru var. Azərbaycan üzrə və bu say 23 dənə deyil də gördüyünüz üzrə ki, reklam verənlər. Bunları özləri içərisində bir neçə şirkətin işlərini görürlər, onlarda sayı çoxalır, amma bu 23 nəfər çox bazarın böyük bir faizi, 50%-dən yaxın cover eləmirlər. Amma digər şəxslər də var ki, hansı ki, bundan xəbərdar deyirlər ki, bu ümumiyyətlə partnyorluq var, mən bunu daha da təsdiq edə bilərəm. Və ki, DV360 platformasından istifadə edirlər. Display and Video 360 Google-un özünün produktudur. O daha böyük ödənişli daha böyük rəqəmlərlə girmək lazımdır ki, daha uğurlu nəticə əldə edəsiniz. Bu da kiçik sahibkarlığın bir növ belə deyək ki, istifadə etməməsini gətirib çıxarır. Onlar da yəni də köhnə hamam, köhnə tas, sadəcə bir hype çıxacaq, amma qiymətlərdə nəsə dəyişəcəyini düşünmürəm. Bildiyin kimi hazırda bizim də tədris etdiyimiz bir digital marketinq kursunun tonlarla bənzərləri var. Təbii ki. Bu təkcə digital marketinqdə deyil, elə bütün sahələrdə UI UX olsun, qrafik dizayn olsun, development müxtəlif sahələr və s. və ilax. Amma bir dənə qırılmalar var ki, müəyyən qədər bir vakansiya var, müəyyən qədər bir tələb var. O tələb ətrafında dönür bu nəticələr. İndi bu qədər tələbə məzun olur, amma yoxa çıxırlar. Bəziləri ümumən sahəsini dəyişmək istəyir, amma yenidən yoxa çıxır, çünki bazara bilmir və yaxud da girirlər, müsahibələri keçmirlər. Hətta mən deyərdim ki, biz CV-ləri falan da kontrol eləyəndə bəzən görürük ki, CV-lərdə belə problem olmur. Sadəcə olaraq background-dan biraz baxırsan, okay, hard skills tərəfdən var, nisbətən yaxşıdırlar və s. amma kəsilirlər. Və bunu bilmirəm indi nə ilə bağlıdır, ona görə sənə bu sual vermək istəyirəm ki, bu səncə öyrətimlə əlaqəlidir, yəni kursun özünün keyfiyyətinə bağlıdır, yoxsa bir istiqamət üzrə çətinlikmi, yoxsa softdan itirirlər? Burada bir neçə belə deyək ki, nüans var. Düşünürəm ki, soft məsələsinə bir daha toxunaraq ki, soft skilllər nə qədər önəmlidir. Çünki bizim tədrisdə həyata keçirdiyimiz hard skilllərdə belə baxanda, amma soft skilllər isə başqa bir şeydir. Bunu bir daha cavablandırıram. Amma kurs məsələsi ilə bu normal bir şeydir. Düşünürəm ki, hər ilin özünün müəyyən bir trendləri var. Hər ilə uyğun olaraq da bazarda müəyyən bir şirkətlər açılır və bağlanır. Necə ki, 2015-ci ildə, 15-dən sonra 15, 16, 17-də taksi şirkətlərinin açılmağı daha trenddə isə 2016-17-də çoxlu şirkətlər var idi. Ulduz necəsə yığırdım bir dənə taksi nömrəsini. İstənilən ulduz rəqəminə yazırdın, taksiyə gedib çıxardırdın. Taksiyə gedib çıxırdı. Falan taksi sizi salamlayır, nəsə beləcək davam edirdi. Özləri zəng edir hələ, zəng eləmir, özü vızıb atırdı, özü zəng yığırdı. Özləri sən yığırdı. Üstünlüyü, kontrol zadını çıxırdı. Belə bir şeylər var idi. Belə bazarın qiymətini də aşağı saldılar. Taksi qiyməti, su qiyməti nə oldu? İndi bir də tənzimləmələr gəlib dövlət tərəfindən həm saya, həm də ki modelə, çox da yəni 07 ilə belə adam daşıyırdılar da, yəni sağa sola. İndi də rayonlarda elə bir kalkulasiya yoxdur. Bildiyim qədərilə onlar daşımalı bəlkə də səhv edirəm. Orada bir limitləmə yoxdur. Onun üçün orada rahat orada qiymətlər çox aşağıdır. Yəni görsüz şeydirsə, kalkulasiya yoxdursa qiymət aşağıdır. Yavaş-yavaş getdikcə dəyişir. O tələb təklifə görə də əsasən. Bu heç taksi məsələsi belə. İndi bunun kimi agentliklər bir ara hype-daydı. Agentliklər nə vaxt bağlandı? Pandemi yox. Devalvasiya. Devalvasiyadan sonra çoxlu agentliklər sıradan çıxmağa başladı. Ümumiyyətlə xidmət sektorunda çoxlu çalxantılara gətirib çıxartdı. Çünki ilk ləğv olunan, ilk bağlanan bir şirkət rəhbəri üçün marketinqi bağlayaq, hansısa satış yoxdur.
Yəni marketinq lazım deyil, satış lazım deyil. Hamının gözünə birinci ora görünürdü. Yes. Amma pandemiya oldu. Pandemiyadan sonra gördülər ki, kimlər pul qazanmağa başlayır. Evində oturaraq işləyə biləcək şəxslər hansı ki, UX UI-lar, qrafik dizaynerlər, digitalçılar və başqa şəxslər hansı developerlar və ona görə də buna tənasüb olaraq insanlar artıq nə olur? Yəni ona uyğun olaraq kurslar çıxmağa başladı. Necə ki əvvəllər bo'lacaq IT oxu, IT işnik ol, gələcəyim sənəti budur deyənlər, indi IT üzrə müəllimlər də bunu etiraf edirlər ki, lazım deyil, ChatGPT artıq bizi əvəz eləyəcək. Yəni məsələlərlə girirlər. Heç mən bəzən baxıram, artıq demək olar ki, bəzi kurslarla falan maraqlanıram. Heç front-end artıq keçilmir. Tələb yoxdur. AI necə əvəz eləyibsə, artıq demək olar ki, sıradan çıxardır kurs. Bəlkə də əvəz eləyə bilər. Yəni yavaş-yavaş hamısını çıxardır. Bu rəqəmsal da aiddir. Bu amma növbəti indi irəliləyən hissələrdə bunu danışarıq. Yəni kurslar bu qədər çoxaldığı üçün, amma bazarın da tələb, yəni əmək bazarında buna uyğun olaraq tələb olması lazım. Necə ki, yəni taksidən misal verir ki, çoxaldı. Bunların da sayları çoxaldı. Sayı da çoxaldığı üçün hamı artıq yəni cəlb eləyə biləcəyin X sayda bir iştirakçı var. Hansı bunları cəlb edə bilərsən. Amma bunu 3 dənə şirkət arasında böldü. İndi bunların sayı 10-a çıxıb, və ya ki, nə bilim 10K-ya çıxıb. Amma buna tələb olanlar biraz artırıla bilərsən. Dövlətin müəyyən bir sahələr üçün güzəştləri falan var idi. Hansı ki, təqaüdlər verirdilər. Bəziləri üçün saxlayırlar, bəziləri üçün ləğv edirlər. Prioritet edilən sahələr var da, belə deyək də. O prioritetlər çərçivəsində belə deyək, bəziləri hələ də qalıb. Məsələn, süni intellekt son vaxtların çox hype mövzusudur. Ona uyğun olaraq təqaüdlər falan var. Eşitdiyim qədər Daxili İşlər Nazirliyinin özünün məsələn də təqaüdü var, təqaüd proqramı var. Çox maraqlı gəlir ki, süni intellektə yatırım olunur. Buradan gördüyünüz üzrə. Demək ki, mütəxəssis yetişdirilir. Burada da indi bunların iş tapa bilmə səbəbi odur ki, əmək bazarı bu qədər insana birinci növbədə hazır deyil. İndi gələk iş axtaranların da düzgün şəkildə işçi tapa bilməməsi problemdir. Bu da ki, çox ciddi əslində problemdir. Burada problem ondan ibarət ki, kurslar tələbəni yetişdirir, bir yerə qədər gətirir. Sırf hard tərəfdən baxsaq, bəzi sahələr var ki, burada praktika vermək məsələsi var ki, həmin şəxs onun praktikasını əldə edib, ondan sonra praktika dərsdə sən maksimum o toolu göstərə bilərsən, istifadəsini göstərə bilərsən, amma bu CV-yə istər-istəməz həmin sahə üzrə iş təcrübəsi yazman lazımdır. Hardasa işləmən lazımdır. Amma bazarın bu qədər faktiki olan tələbə, yəni bu qədər kurs tələbəsi tutaq götürək də, bu tələbə kütləsinə, bu oxumuş, bunu bitirmiş şəxslər bu sahə üzrə işləyə bilmirlər istər-istəməz. Çünki bu qədər boş yer yoxdur, vakant yer yoxdur. Kursu bitirir, biz özümdən misal verim, 5-ini, 6-sını, 7-sini hansısa agentliyə tövsiyə eləyə bilirsən. Onlar başlayırlar, təcrübə proqramına keçirlər. O da ən yaxşı göstəricisi olanlar. Yes, o da ən yaxşı göstərici olanları ancaq seçə bilirsən. İstər-istəməz hansı ki tənbəllik eləyir və ya da ki dərslərə qoşulmur və ya da ki oxumur. İstər-istəməz onu tövsiyə edə bilmirsən, risk edirsən. Çünki bir reputasiyadır və orada da bir problem yaşada bilər gələcək üçün. Onun üçün də bizə lazım olan hansı ki, yəni biz düşünürük ki, qarşı tərəf bundan çox yaxşı istifadə edə bilər, adını da daha yaxşı çıxara bilər, ümumiyyətlə həmin şəxs daha yaxşı nəticələr verə bilər, onları tövsiyə edə bilirsən. Amma bir kurs belə deyək də, senior yetişdirmə konkret olaraq senior yetişdirmə, ümumiyyətlə ekspertiz olaraq istənilən kurslara keçsək, hamısı junior və ya da ki, daha orta level belə yetişdirən çox nadir hallarda olur. Həm də ki, ümumiyyətlə orta level və daha yuxarı özünü inkişaf etdirməyə də biraz meyilli deyirlər. Sahəsini dəyişdirmək istəyənlərdir və ya da ki, yeni başlayanlar da onlar özləri üçün yeni bir kurs axtarırlar. Çox qeydə mən öyrənim, qalanlarında self-study edirlər. Və bir vaxt keçəndən sonra artıq düşünürəm ki, bunların yuxarı levelində hazırlaşdırma ehtiyacı olacaq ki, bu yaxınlarda bizim də planımız da var əslində. Belə bir şeylə bağlı. Sürpriz olsun, onun üçün onu açıqlamıram. LinkedIn-də izləyin, tezliklə bir maraqlı mövzular olacaq. Hansı ki, o problemi də həll eləməyə yönəlik addımlar atılması lazımdır. Yəni, indi ikinci tərəfdən gələk ki, soft skill məsələsi. Yes, soft skill. Çünki önəmli nüansdır. Yəni, hard skill bir yerə qədərdir, ondan sonrası səni, yəni soft səni aparması lazımdır. Necə ki, insanın danışığına görə qarşılayıb, sonra onun görünüşünə görə qarşılayıb, sonra onun danışığına görə yola salırlarsa, CV-də sən heç cür onun danışığını görmürsən, görüntüsünü görürsən, şəklin və ya da ki, onun nələrə qadir olduğu. Yəni, orada sən gördüyün onun hard skillləridir.
Biz hard skill-lərə görə həm tag manager və Google Ads-i bilir, falan tool istifadə eləyib, Data Studio-dan istifadə eləyib, həm LinkedIn-ə belə partları, TikTok-da Ads-i belənçi verib. Bu da istərsiniz bizə nəyinir? Deyirik ki, okey da, yəni mən həmin şəxsdən istifadə eləyə bilərik və hətta ki, istifadə edəndə əməkdaş olaraq istifadə eləyə bilərik. Həmin şəxs bizdə çalışa bilər. Və sonra gəlir intervyuya. İntervyuda da bəlkə bəzən özünü yaxşı göstərir. Artıq irəliləyən hissələrdə görürsən ki, soft skill-ində problemlər var. O qədər yadıma gəlir ki, yəni işdə çoxlu intervyular həyata keçirirəm. Özüm həm tədris mərkəzimiz üçün, həm bəzi agentlik üçün, həm də ki, işlədiyim qurumda da tez-tez intervyulara girirəm. Arada özümü adlandırıram ki, mən bəzi junior HR-lərdən daha çox intervyu həyata keçirmişəm. Gördüyüm odur ki, insanların çoxsu elə fikirləşirlər ki, biz onlar nəyisə yaxşı bilmədiyi üçün kəsirik və ya başqa bir şey. İstərsiniz bu qədər intervyuya girəndə 2-3 dənə sualdan başa düşürsən ki, bu adamla sən yol davam edə bilərsən yoxsa yox. Və həmin şəxsin soft skill-ini adətən belə insanlar özləri, yəni qarşı tərəfə çox yaxşı manipulyasiya edə bilirlər, gizlədə bilirlər. Amma bunu öyrənməyin ən yaxşı yolu əslində tövsiyədir. Tövsiyə deyəndə axırıncı iş yeri hara olub, neçə şirkətlə işləyib, 5 dənə, 6 dənə, kimdən işləyib. Maşallah olsun ki, elə bir problem yaşamırıq. Əgər bir adam marketinq sahəsində ən azından müraciət edibsə, sağ olsun tələbələr neçə ildir dərs deyirik, anında biz zəng eləyirik ki, filan şirkətdə filan kəs işləyib. Yəni ən son işə götürdüyümüz əməkdaşlardan özünü də tanıyırsan, köhnə iş yerindən bu şey yaxşı. Yəni intervyudan çıxmamış mən həmin adam bəlkə də çıxmayıb intervyu yerini tərk eləməmiş, mən artıq onunla bağlı feedback öyrəndim. Bu daha çox bir sənə yaxşıdır. O vaxtı bir qız almaq üçün gedirdilər, soruşurdular bu nətərdir, nəyə qadirdir və onu oxşadırdınız. Yes də əvvəllər sən demiş bir qızı alanda yerlə soruşurlar ki, qonşudan, bacıdan, filan kəsdən soruşurlar. Kimdir, nəçidir, necədir? Kimdir, nəçidir? Burada şey soruşurlar ki, nətər idi, necə işləyir özün, proyektlərdə necə işləyir filan bir şey eləyib. Bundan artıq insanın o komandanın ən azından işləməsini başa düşürük. Amma HR-lərdən bəzən belə bir feedback gəlir ki, bəzən kimsə qərəzli olur, amma indi biri qərəzli olacaq, ikisi, üçü, dördü. Zaten dediyi fikirlərdən artıq başa düşürsən ki, necə bir şeydir də. O digitalda biz do follow backlink veririk. Yəni tövsiyə edən adam do follow verirsə okeydir. No follow verirsə, bizə burada ikinci adamdan, üçüncü adamdan artıq biz soruşmaq məcburiyyətində qalırıq. Bir də mənə elə gəlir ki, hard skills yenə şirkət daxilində inkişaf etdirilə bilər. Çünki hər şirkətin özünün bir strategiyası var da. Hər şirkətdə hard skills fərqli cür istifadə olunur. Məsələn, bir elektron kommersiya şirkətinin, bir fintech şirkətinin eyni hard skills üzərindən getmir. Əsas soft və ən acınacaqlı hissəsi insanların əslində softdan kəsildiyini bilməməkdir. Məsələn, mən insan tanıyıram, gəlir, məsələn, danışır, edir, çox yaxşıdır hard tərəfdə, öz haqqında danışır, amma gedir müsahibədən kəsilir. Və müsahibədə düşünür ki, okey də bunlar mənim paxıllığımı çəkdilər. Oradakı düşünür ki, mən ondan çox yaxşı bildim, mən ondan çox yaxşı biləm, mən ona görə şəxsən. Əslində yox da, əslində bu bir soft skillsin zəifliyin göstəricisidir, öz egovu tatmin eləməkdir. Yenə belə söhbət edirsən falan. Bilmirəm, indi bu artıq açıq-açıq bildirilməlidir ki, siz softdan kəsilmisiniz, ya necəsə olmalıdır. Çünki bu belə getmir də. İnsanlar bəzən o qədər harda fokuslanırlar. Çox egoları tavan eləyir və düşünürlər ki, harda bunları ala bilirlər. Amma soft tərəf qaldı. İnsanlarla əlaqələr, şirkətin özünün dəyərləri. Biz özümüz işlədiyimiz şirkətdə xatırlayırsanız biz dəyərlər üzərinə demək olar ki, intervyulardan keçirdik. Bu 5 dəyər softun ən ana nöqtəsi idi də. İndi amma dediyim kimi biraz belə. Ona görə səndən soruşdum ki, özündən heç dəfə intervyuya girmisən. Hətta bəzən birlikdə intervyulara girəndə deyirdik ki, ayda bu adam nə qədər yaxşı bilir, gəlsə möhtəşəm işlər gələr, amma komanda uyuşmayacaq bəlkə də. Problemlər yaşayacaq deyə. Həm də HR baxanda görsən ki, 6 aydan bir şirkət dəyişir. Məsələn, elə dəyişən adamlar var da, mən tanıyıram da, bazarda belə 5-6 nəfər adam var ki, belə də hər 6 aydan bir şeylər də dördün mərzə girir ki, yəni adam arası işə girir. Növbətdə para geyəcək. Deyirəm ki, onun mərzin girmirik. Amma deyirəm ki, məsələn də bu adam 6 ay işini dəyişəcək də, yəni qalan deyil orada 6 aya qədər. Çünki özün çox yaxşı sata bilərsən, marketoloqdur, indi özünü çox yaxşı ifadə edə bilər, nəsə çatdıra bilər, amma bir yerdən sonra onun nəyə qadir olduğunu müəyyən yerdən sonra görsənir. Zaten o işin içərisində görsənir, müəyyən bir iş görəndən sonra görsənir ki, o burada şeydir. Yəni bir də insanların özləri haqqında çox yüksək düşüncələr var.
Bir də əslində elə növbəti sualla əlaqəlidir biraz. Bilirsən də bu marketinqdə elə bir nöqtəyə gəlmişik ki, juniordan seniora keçmək üçün səbir bəlkə bir 6 ay falan, 1 ildə bəs eləyir ki, bir şirkətdə qalxa biləsən. Düz şirkətdən şirkətə dəyişir. Amma bu bəzi adamlarda elə olmur. Yəni necə bir adam görsən ki, bir 5, 6, 8 illik karyerası var, hələ indi gəlib senior olub. Bir dənəsi də var, 2-3 ildir kursa gedir, prosta danışmağı var. Hər tərəfdə özüncə kiçik şirkətlərdə işləyir, head işləyir, senior işləyir, expert işləyir. LinkedIn-də də özünə elə promosiya aparır. Nəticə olaraq gəlirsən, quru yazanlar. Hə, müsahibəyə salırsan. Gəlir, tutaq ki, gəlir head vakansiyası üçün. Sən də müsahibə edirsən. Deyirsən ki, bu heç juniordur. Heç oradan keçməyib də. Prosta indi bəzi yerlərdə işləyib eləyir. İndi bu biraz müsbət tərəfi də var, mənfi tərəfi də var. Mən indi mənfiyə də toxunmaq istəyirəm. Bizdə də indi tələbələr görsən bizdən intervyu, daha doğrusu tədris bitirəndən sonra yaxınlaşırlar ki, mən 1-2 ilə senior olmaq istəyirəm. İndi junior deyiləm mən. Deyirsən sən hələ iş yerdə işləməmisən. Deyir yox da mən müəyyən səviyyədəyəm. Gedir işdəki spesialistindən çox bildiyini görür. Gəlir deyir ki, mən artıq junior deyiləm. Amma halbuki elə deyil. Buna indi nüans olaraq bir gəl ikimiz qərarlaşdıraq. Bir adamın juniordan başlayıb seniora getmək üçün nə qədər müddət lazım? Marketinq olaraq baxırıqsa başqadır. Belə deyək ki, başqa sahələrdə tam fərqli ola bilər. Məsələn, bir mühasibat sahəsində bəlkə də 10 illər lazımdır ki, sən gəlib baş mühasib ola biləsən, anında ola bilmirsən. Çünki o qədər deyir, gecə qalmalısan ki, orada da, yəni o hər hesabat günündə oturub axşama qədər hesabat verməsən ki, bir baş mütəxəssis, baş mühasib ola biləsən. Amma rəqəmsalda isə bəzən sənə o həyat şəraiti, bəzən hansısa bir şirkətin içində olan boşluq olsun, bəzən bir şirkətdəyik, bir şirkətdə çalışıram, şirkətin müdiri yoxdur, şöbə müdirləri işdən çıxdı hansısa bir səbəbdən. Görürsən ki, juniorlar yavaş və çox sürətli şəkildə 2-2 addımlaya gedirlər də, yəni də. Bu da istər-istəməz onun yəni həqiqətən də senior olduğunu göstərmir. Sadəcə müəyyən bir o irəliləyən hissələrdə hansı ki şöbə müdiri olmaq istəyəndə o qəpləri bu doldura bilməyəcək və çox gec ya baş verəcək ya da ki keçəndən sonra adam oradan yavaş düşməyə başlayacaq. Bir dənə tanışım var idi. Bu sahibkardır. Bir dənə bu haşiyə çıxıram şeylə. Deyirdi ki, mən bir adamdan deyir çox problemlidirsə, oğurluq falan eləyibsə və ya da ki ciddi yəni disiplin problemi varsa, adamı deyir işdən çıxardacamsa, adam deyir birbaşa işdən çıxartmıram da. Deyir spesialistdirsə senior eləyən ki, şöbə müdir eləyirəm. Ondan sonra işdən çıxardıram deyir. Bir ay keçməmiş deyir işdən çıxardıram. Deyirəm ki, niyə eləyirsən? Deyirəm qoy elə düşünsün ki, o şöbə müdürüdür. Və sonra gedib iş tapa bilməyəcək. Çünki şöbə müdirindən aşağı heç nəyə müraciət eləməyəcək də. Şöbə müdirindən aşağı müraciət etmək üçün bu egosu var, egosunu biraz qaldırmışıq da bizdə. Deyir onu eləyə biləcəyin ən pis addım əslində budur. Orada onu ifadə edirdi. Deyir bunu çox eləməmişəm, deyir 2 dəfə eləmişəm. O deyir çox ciddi problemlərlə qarşılaşırdıq. Yəni də bu böyük bir korporativ şirkət deyil, xırda bir şirkətdir. Xırda deyəndə belə də çox işçisi olmayan bir şirkətdir. Amma belə bir addım çox maraqlı bir addım idi əslində. Yəni ekstra şeydə adam necəsə fikirləşib. Yəni bunun kimi indi gələk suala ki, bu nə qədər vaxt lazımdır? Burada belə deyək də bizim üçün lazım olan bir də digitalın özünün içərisində çoxlu hissələr var. Yəni biraz onlara da baxmaq lazımdır ki, hansıdır. Amma ümumiyyətlə full stack, yəni hər tərəfli bir rəqəmsal makine mütəxəssisindən gəlirsə söhbət, yenə də şəraitdən asılı olaraq bəzən 3 il, bəzən 5 il, bəzən 10 il. Yəni mənim yadıma gəlir ki, neçənci ildir? 2019-dur. Böyük şirkətlərin biri idi. 19 da deyildi, 18-ci il. Ya 18-ci ildir, ya 19-cu ildir. Şirkətə getmişəm intervyuya, yadıma gəlir. Və həmin vaxt rəqəmsal çox yaxşı bildiyimi və mən senior nədir, daha yuxarı nədirsə də, yəni o vaxt ekspert, qurumu, zad yox idi. Belə də yəni çox yaxşı bildiyimi düşünürdüm. Getmişəm intervyuda, yəni intervyuda da çox bir ego tavanda, yəni də intervyu edirəm. Həmin vaxt çox yaxşı bildiyimi düşünürəm, amma indi 2025-ci ildə üstündən 7-8 il keçib.
Mən hələ də o düşüncədə deyiləm bu saatda. Yəni də o düşüncəyə hələ gəlib çatmamışam. Çünki mən hər şeyi bilirəm. Çünki öyrəndikcə görürəm ki, yeni bir şey var. Öyrəndikcə görürəm ki, yeni bir şey var. Bu gün baxırsan platformaya, nəysə. Səhərsi gün baxsan ki, dəyişiblər. Yes. Update alanmırsan, girirsən. Bəzən dərslərdə falan da yaşayırıq da, yəni çoxu. Yəni o biraz vaxt olmur bəzən ki, dərsdən əvvəl kontrol etsən ki, nədir? Həmin an desən ki, meta. Hər gün elədiyin şeydir də. Adset hissəsinə girirəm. Sürpriz. Şolar yeni bir şey gəlib. Dəqiqə. Üstünə informasiya işarəsi falan. Sonra görürəm ki, bu sən də mənə içəridə rul bölməsində falan bir şey gətiriblər, bura qoyublar. Nə lazımdır burdadır. Və hətta ki, bu yeni bir şey gəlib. Hər dəfə o interfeysi nəyisə dəyişdirirlər. Onun üçün bundan da kənar. Məsələn, artıq birazdan toxunarıq o AI məsələlərinə. AI girib həyatımıza. Bu da istər-istəməz çoxlu başqa toollar nəyisə öyrənməmizə gətirib çıxarır. Hər dəfə fərqli saytla işləyirik. Konsultasiya elədiyimiz şirkətlər var. Sabit işlədiyində saytın tipi 1-dir. Sənin satmaq istədiyin məhsul tipi 1-dir və conversion tipin bir dənədir. Amma bəzən sən artıq fərqli şirkətlərlə işlədiyin zaman, artıq xaricdə xüsusi olaraq, orada görürsən ki, burada fərqli bir məhsul növləri var. İnsanların alış tərzi başqadır. Donation şirkətində işləyirsən, onların donation artırması. Çünki donate fərqli bir şeydir. Və hətta ki, burada forumdur. Və hətta ki, bunların məqsədi hər hansı bir elementin visibility-sinin məsələn artırılmasıdır. Olduğu üçün məsələn təqvim edici başqa hissələrini öyrənmən lazımdır ki, onu track eləyə biləsən. Çox yaxşı o yanaşma. Yəni oturmuşduq da gül kimi. Serveri hardan gətirdilər? iOS niyə dəyişdi? iOS gətirdi. Cookielərlə gül kimi rahat işləyirdi. Bir tərəfdən mənə xoşuma gəlir. Niyə görə xoşuma gəlir? Çünki bu server falan gələndə o insanların o texniki bilikləri var ya, mən möhtəşəm bilirəm. Bu limitdənir. Adam serveri başa düşmür, adam inteqrasiya API-lərlə işləməyə bilmir falan. İtir orada. Hansı ki o özünün egosu artıq yavaş-yavaş çökməyə başlayır. O bayaq sən dedin 2018 misalında. Bir tərəfdən o xoşuma gəlir, amma durduq yerə belə bir problemlər çıxır digital dünyada. Biz də ayaq uydurmalıyıq da elə. AI demişkən AI reklam qoyuruq, düzdür? 2 dənə variantımız var da bütün platformalarda. Biri var sən özü dəstək göstərir AI ilə. Yes. Yeri gəlsə şəkildə düzəldir. Bir də var özün manual şəkildə qurursan. Mən bunu xaricdə də test eləmişəm. Yəqin sən də test eləmisən. Yerlidə də test edirəm. AI bizdən yaxşı vermir hələ ki. İlişdirir. Okay, bəzi engagement, traffic awareness, okay, biraz oralarda yaxşı ola bilər. Amma o açı satış hissəsinə gələndə, lead hissəsinə gələndə ilişirlər orada. Yəni AI o qədər də inkişaf elətdirməyib də bu. İndi mən sənə sual vermək istəyirəm də, qarşısına 2026 gəlir bir iki aya. Nə düşünürsən bu AI gün gələcək, artıq biz deyəcəyik, okay, AI versin, biz də prosta breakdown-a girək, bir optimizasiya eləyək və s. bunlar. Sən əgər breakdown-a girib optimizasiya edirsənsə, onu deyil, yəni artıq. Hələ onlar yavaş-yavaş edirlər. Onu deyil, AI-lar var artıq. Bura belə yanaşmaq lazımdır. Çox yaxşı bir rəqəmsalçıdan AI yaxşı reklam vermir günümüzdə. Amma bu demək deyil ki, də yaxşı verməyəcək. Ortalama rəqəmdən götürmək lazımdır. Statistikada ortalama deyə, yəni average götürsək biz, mənə görə indi olmaya bilər, amma gələcəkdə istər-istəməz çünki AI-ı öyrədən machine learning-lə öyrənir, maşın öyrədilməsindən. O məlumatları kim daxil edir? Biz daxil edirik. Və daxil edənlərdə heç də junior və yaxud da ki, təzə başlayanlar deyirlər. Hansı ki, seniorlar bu məlumatları daxil edir. İşlənmiş və sübut olunmuş bir məntiqlər ki, məsələn, gülərüz bir şəxs olduğu zaman, məsələn, daha yaxşı bir engagement tutaq ki, əldə edə bilərsən. Onun üçün gülərüzdən istifadə olunsun, gülərüz şəxslərdən istifadə olunsun. Çünki platforma bunu daha çox tələb edir. Bunun kimi məlumatlar hansı ki, hər şey doğrudur və bu adamın yanlış eləmə ehtimalı yoxdur. Yəni bu AI-dan gedir söhbət. Bir super bilən rəqəmsalçıdan yaxşı deyil AI, amma ortalama rəqəm götürür, çünki junior da reklam verir, senior da reklam verir, spesialist reklam verir. Ortalama rəqəmi götürüb onların nəticəsinin ortalamasını çıxaranda AI bizdən təbii ki, yaxşı olacaq irəliləyən hissələr də. 26 olmasa belə irəliləyən başqa 27-28-də ola bilər, amma məncə 26-nın özü belə çox, çünki AI çox sürətlə öyrənir. Yəni həddindən ChatGPT hər ay artıq, yəni elə bir vaxt olmuş ki, hər ay bir dənə update çıxardır. 4.0, 4.5, 5, 6, 7, 8 iPhone-u falan keçəcək 17-18 yavaş-yavaş keçməyə başlayacaq. Düşünürəm ki, yəni bu hətta bizim özümüz üçün belə təhdiddir. İnsanlıq üçün bəzən ola bilər ki, təhdid olsun. Təhdiddir, amma istifadə edirik. Biz insanlığı biraz rahatlığımıza düşkünük.
Məsələn, ömrü boyu Google-dan axtarmışıq, amma indi Google-a girmirik. Yes. Giririk, ChatGPT deyirik, vaxtımıza qənaət, amma vaxtdan qənaət edilir, işimiz də bir vaxt əlimizdən gəlir. Əvvəllər valideynlərimiz deyirdi ki, gedin kompüter öyrən, kompüter, IT ilə falan bir şey. Bir həftə bundan əvvəl mətbəxdəyəm, belə ki, çay süzürəm. Amma nəsə TikTokda nəyəsə baxırdım. Çünki yaşlılar hamısı TikTokdadır, xəbərlərə qədər hər şey orada baxırlar da. Deyir, baba xanım, sən bu süni intellektlə falanla məşğul olmursan? Deyirəm ki, yavaş-yavaş məşğul oluram da, müəyyən bir şeylər var, öyrənirəm. Bala öyrən, gələcəyim deyəcəyi budur. Gələcək bundadır falan da. Yəni artıq görürsüz, bu bizim aramızda yox ha. Evet. Orta yaşlı insanların da arasında artıq bilinir ki, süni intellekti insanlar bilməsə belə son 1 ildə hamı artıq bildi ki, süni intellekt nədir, nə işə yarayır, biz bundan necə istifadə edə bilərik. Amma mən göstərirəm ki, sən güllər əkmisən də, bunun şəklini çək. Ona bir dənə səs at ki, bu solub. Mən bu necə ola bilər ki, böyüdüm də falan bir şey. Ya da ki, deyirəm həkim sənə diaqnoz atdı, göndərib şəklini. Bunu atırım, özün yanında elədim ki, atdım, o sənə bir dənə resept çıxartdı. Qardaşım da mənim həkimdir. Eyni şey qardaşıma da göndərdim ki, bir dənə bax gör necədir şeylə. Baxdı, o da eyni şey yazır, müalicəni yazır ki, bu şeyləri eləsin. Deyirəm ki, amma görsən, qardaşım neçə ildir oxuyur da, yəni də bu süni intellekt həyatımıza təzə girib anında mənə məsləhəti verdi. Nə yaxşıdır beləncə. Başlayır səs atmağa. Görürəm ki, yavaş-yavaş texnologiya WhatsApp-da çünki səs atmağa biz əvvəl deyirdik ki, yaşlılar necə bunu öyrənəcək? Yəni artıq bu eləcə ChatGPT də öyrənəcəklər. Daha da rahat olacaq. Oturduğun yerdən beləncə səsli deyəcək. Çox elə salıb, yəni bomboş evə atırsan, dizayn necə olmalıdır, ölçüsünə qədər verir. Məşq eləmək istəyirsən, çəkvi boyu atırsan, şəkli atırsan, özü avtomatik. İdman müəllimi artıq. İdman müəllimlər çıxıb sıradan. Nə qədər mənə tövsiyə olunur ki, biz sizə proqram veririk, bununla da falan bir şey nəticə əldə edəcəksiniz. O qədər çoxlu şeylər var və düşünürəm ki, AI ilə mübarizə aparmaq yox, qoşulub həyatımızda onu istifadə etmək lazımdır ki, çünki başqa yol yoxdur. Çünki daim özünü inkişaf elətdirən, 7/24 ona dataset yüklənən biri ilə sən heç cür mübarizə apara bilmərsən. Sən ondan mübarizə aparmaq çox absurd bir şeydir də. Biraz şeyə dönür, əstəğfurullah, Allah deyil o. Amma mükəmməlliyə doğru gedən bir alətdir. Mükəmməl, yəni heç vaxt səhv eləməyən bir alətdir. Düzdür? ChatGPT-nin pulsuz versiyasını istifadə edəndə səhv eləyir. Bir-iki dəfə danlayandan sonra deyir ki, falan şey falan idi. Üzr istəyirəm eləyir. Bağışlayın deyir. Yanlışlar da bağışlasın mən deyir falan bir şey. Deyir və düzəldir. Amma bu indi 5-də belədir də. 7-də 8-də beləcə olmuyor. Çox. Getdikcə daha da yaxşılaşacaq və əvvəllər 4 datanı hardan çəkirdim? 2021-ə qədər idi, 22, 23. İndi isə günümüzün artıq məlumatlarını çəkir və onu istifadə edir. Source verir. Daha sonra içərisində hər şey. Amma başqa problemləri də gətirib çıxarır ki, mən düşünürəm ki, SEO üzrə mütəxəssislər getdikcə azalmağa doğru gedəcək. Artıq azalma AI məsələn ChatGPT üzrə SEO mütəxəssis ChatGPT-də axtaranda AI optimization, bəli. Sən artıq ChatGPT-də nəyisə axtaranda sənin saytını tövsiyə eləməsi üçün bu lazım edir. ChatGPT-nin reklamda gəlir də birazdan. Biz də gərək oturaq onu üzərində. Yəqin ki, onun open browser gələcək, browserun içərisində eləyəcəklər onu. Hələ ki, bunun içərisində yoxlamaq istəmirlər. Onu öyrənəm, WhatsApp özü içərisində reklam çıxartdı. Mən gözləyirəm ki, WhatsApp-ın chat bölməsində bir reklamlar çıxsın. Soruşuram ingilis dili kursuna, hara gedirsən falan ki, bir dənə WhatsApp çıxartdı ki, falan reklam. İndi məsələn biz düşünməzdim ki, məsələn də hər hansı bir axtarış platformasından kənar kimsə search reklamı çıxardır. İkinci görürəm TikTok search reklamı çıxardır. Keyword yazıb oradan artıq target eləmək olur insanlara. Yəni gözləmədiyimiz bir şeylər olur, amma bizim sadəcə nə etməliyik? Adaptasiya olmaq. Başqa bir variantımız yoxdur. Adaptasiya olmaq. Çünki yadıma gəlir ki, bir gün Instagram işləmədi. Hamı fikirləşdi ki, neyniyəcəyik biz? Bizim işimiz nə olacaq? Yəni bağlansa birdən Facebook, Instagram biz neyniyərik? Hansı iş görərik? Deyə bir şeydir. Yadıma düşürsən müharibə dövründə Instagram falan bağlamışdılar. Hamı X yükləmişdi köhnə Twitterə. Twitter. Hamı Azərbaycanda Twitter var idi. Telegram məsələn, Telegram yükləmişdi. Telegramdan baxırdı. Mən də hələ də qoşulur. Baxıram ki, yaşlı nəsil, orta yaşlı nəsil görürəm ki, Johnny Telegram. Onlar da yavaş-yavaş əlini keçir. Telegram yenə bir-iki dənədir. Instagramla Facebook bir-iki dəfə də bağlansa, bir ara məşhur idi, tez-tez bağlanırdı. Down olurdular. Onun da Telegrama çoxlu axış var idi, amma indi də ola bilər ki, olsun. Telegram biraz open source-dur. Düzdür, Fransada çarmıxa çəkəndən sonra onun rəhbərin
biraz eləyib tam olaraq şəffaflığına deyil, güvən verilmir. Məlumatlar deyəsən bölüşülməməsi səbəblə bölüşülmür. Amma yenə də düşünürəm ki, Telegramda yaxşı bir kanaldır bu arada. Onun içərisində də reklamlar var. Reklamlar falan çıxır. Çox maraqlıdır oranda. Adamlar özləri bir şey çıxardılar, coin çıxarıblar. Həmin coini alaraq reklam verməlisən. Həmin coinləri almağa çalışıram. Bizim ölkə onu kriptovalyutada deyək, qumar, mərc oyunlar kimi qəbul edir. Onu heç ala bilmirəm. Minimum oradakı ödəniş də biraz bahadır. Çox minimum giriş limitləri var məsələn. TikTokda da həmçinin. TikTok hələ Azərbaycan tam rəsmi olaraq %100 gəlməyib. Çünki Azərbaycan ölkə olaraq seçirsənsə bir account aça bilmirsən, gərək xarici ölkə olsun. Bu başqa bir mövzudur. Bu problemlərə baxmayaraq biz ora adaptasiya olmalıyıq. Yəni bunun başqa bir variantı yoxdur. Çünki insan o stressdir də əslində. Yəni stres üçün artıq deyilir o. Stressiz həyat yoxdur. Yəni bir dənə yol var. Stressdən necə başa çıxa bilərik? Ona uyğunlaşıb qaydasına düşməliyik. Mən biraz digər sahələrini də bilmirəm. Məsələn, dizayn olsun və yaxud da development hissəsi olsun. Məsələn, mən biraz marketinqin özünü daha biraz insan beynindən asılı görürəm. Kreativlik açısından, xüsusilik açısından. Və düşünürəm ki, bu həmişə lazım olacaq. Bu həmişə qalacaq, ehtiyac olacaq. Sadəcə o AI ilə onu birləşdirib daha mükəmməl iş çıxarda bilərik. Yəni hazırda insanlar mən görürəm ki, reklamlar verirlər, sırf AI ilə düzəlmiş postlar və platformanın özü də AI ilə düzəlmiş postlar daha ön atıra fikir versənsə, tutur AI ilə olduğunu, hətta özünün daxilində AI ilə düzəldəndə belə daha yaxşı nəticələr əldə etmək olur. Sadəcə olaraq indi bizim insanların da adaptasiyası var. Məsələn, əvvəllər AI-ın olduğunu çox rahatlıqla seçə bilirdi insanlar. Deyirlər, abi AI-dir, real olmaz. Amma indi AI o qədər inkişaf etdirib ki, video düzəldən yoxdur. İnsanlar 50 min, 60 min, 100 minlik production xərclərini hər birini AI ilə düzəldirlər. Yəni dizayneri prosta çox yaxşı tuturlar, bəlkə maaş, bonus falan. Çox yaxşı nəticələr çıxardır. Ona görə düşünürəm ki, o kreativ hissəmizlə onu birləşdirsək, belə davam eləyəcək. Ən azı bir 5-10 ilimiz var bu sahədə, minimum deyərdim. Yes. Belə deyək, çoxdur. Kanal sayı AI hamısını belə deyək, tuta bilməz. Bütün həyatımıza daxil ola bilməz də. AI bütün kanallar tutur, marketinq artıq ehtiyac yoxdur, söhbət olmaz. Ola bilər kanallar dəyişsin, bəzi kanallar dayansın. Necə ki, deyirəm, Google-un axtarışı əgər olmasa, Google tutaq ki, search reklamları dayanacaq, tutaq ki, və yaxud da ki, search engine optimization eləyəcək, AI optimization eləyəcək, və yaxud da ki, SEM reklamların search engine marketing yox, artıq AI engine marketing həyata keçirəcək. Sadəcə reklamı həyata eləyəcək. Dəyişir, AI olur. yenə marketing olaraq qalır. Amma bunu hər hansı bir alət sənin yerinə verə bilər, amma hələ ki, müşahidələrim onu deyir ki, AI tam olaraq başa düşmür. Səslərdə də tam olaraq, məsələn, AI-ın səsi, məsələn, biraz production-dan danışsan, səssiz videolarda yaxşıdır, səslilərdə isə nə ilə qidalandığından çox önəmli olan nüans odur da. Sən nə ilə qidalandırmısan, nə vermirsən AI-ya ki, o machine onu learning eləyir. Keçən dəfə nə idi? İşdə onu test eləyirdik ilə səs məsələsi, ChatGPT səfəmiz artıq səslər falan verir, sinxron tərcüməli falan. Mən birim oğlu var, Çin dildə bilmir, ingilis dildə bilmir. Çinə gedib keçən dəfə. Mən deyir ki, açdım ChatGPT-ni Çinli dedir. Oturdum, mən danışdım, o tərcümə elədi deyir, ona səsli dedi, o tərcümə elədi. Beləncə deyir, mən alış-veriş eləyib, gedib oradan nəsə alıb, satıb, nəsə actionlar həyata keçirib. Amma çox maraqlıdır da, yəni də o müəyyən bir nələrsə həyata keçirməyə. Amma belə deyək, bu alətlər nə qədər kreativlik məsələsi olsa da, kreativlik bizdə önə çıxsa da, indi bir yerə qədər biz əvəz eləyəcək, müəyyən bir işlərdə əvəz eləyəcək, amma biz çalışmaq lazım. Məsələn, user generated content məsələmiz var da. Bu şey olmur, belə deyək. Nəticə əldə edə biləcək bir content tipidir, user generated content. Hər hansı bir user'ın sağlamı generate eləyir. GoPro misalında, məsələn, GoPro hər il $1 milyon yaxın elə bir hədiyyə paylayır ki, mənim GoPro vasitəsilə çəkilən videolara ən yaxşı olan 100-ünü seçəcəm, amma $1 milyon arasında bölüşdürür. 100 tam olaraq rəqəmi bilmirəm, 100-dən verir, amma $1 milyon hər il hədiyyə verir. Amma qoyur ki, şərt qoyur ki, ən sonuncu modellə çəkilməlidir. Həm satır, həm GoPro-sunu satdırır. Həm də ki, əlavə olaraq da heç bir xərc çəkmədən, ya $1 milyon pul xərcləyərək, belə deyək, kontentlərin create olunmasını təmin edir. Bu da məsələn çox müsbət, belə ki, qəbul olunacaq bir nüansdır.
Bunu son vaxtlar hamı vertikal videolara keçib. TikTokda, Instagramda, YouTube'un shortsunda. Çünki insanlar o productiondan danışırıq da biz. Productiona nəyəsə pul vermək istəmirlər. Verən şirkətlər var, böyük şirkətlərdir. Amma balaca şirkət $1000 xərcləyərək aldığı nəticəni 30.000 xərcləyənin eyni nəticəyə çıxır. Həm də vaxtına da qənaət eləmiş olur da. Tab, kimlər oynayacaq, nə qədər çəkəcək, məkan seç, icazəsi və s. Ona görə çox vaxt aparır, amma indi deyərdim ki, əziyyət baxımından baxsaq, AI-da da bir videonun düzəlməsi, çünki bir dənə AI-dan istifadə eləmirsən də mükəmməl şəkildə bir videonu düzəltmək. Çünki AI ilə istifadə edirsən, 6 dənə barmaq çıxır kimisə əlində. Sən ən böyük problemlərdən biridir də, yəni 6 barmaq. Çünki onu tam olaraq hesablaya bilmir, səs məsələsidir. Keçən dəfə bir video vermişəm, yəni baxırıq orada. Adam beləncə dayanıb ki, arxaya dönür, arxaya dönəndə bədən qalır yerində baş dönür orada. Yəni çox belə qəribə şeylər var da. Hansı ki, bunlar həll olunması lazım. Amma bir necə deyirəm, 2025-də çox sürətlə inkişaf edir. 26-da məncə bu problemlər olmaz. 27-də daha da mükəmməl olacaq. 28-də bir dənə deepfake var idi. Həmişə insanları alladırdılar ki, bir dənə proqram var. Deepfake idi desən adı nə idi? Belə səsi dəyişdirirdi sadəcə beləncə. Kimsə səsindən istifadə edirdi. İndi başqa o qədər proqram çıxır ki, sürətinə çatmaq olmur. Hər dəfə bir dənə proqram çıxır. Mən Instagramda save hissəsi var. Məndə yığmışam orada toollar deyə bir şeylər var. Yeni tool falan bir tool gəldi. Image toolu, avtomatlaşdırma toolu falan tool. İnşallah axırımız yaxşı olar. Elə bir dövrə düşmüşük ki, validation çox yuxarıdır. Hər şey həyat çox sürətlə inkişaf edir. Sən demişdin, birdən çox platform var. Əvvəl ChatGPT idi, okeydə ChatGPT, əla, OpenAI yazırdıq, ChatGPT-yə girirdi və s. İndi yəni ChatGPT-nin keçənlər var və çox maraqlıdır ki, artıq ChatGPT-nin rəqibləri də özləri də belə deyək, müəyyən bir istiqamətdə ixtisaslaşıblar. Eləsi var görsən kodu çox yaxşı yazır. Eləsi var dizaynı çox yaxşı eləyir. Eləsi var digital tərəfdə kömək eləyə bilir. Ona görə biraz kimindir ki, dəfə Bitcoin mining işinə məşğul olurlar da kimlərsə. Bunların hamısına ayrı-ayrı tapşırıq veriblər ki, gedin Bitcoin mining eləyin, görün hansı daha yaxşı olacaq. O qədər başqa məqsədlər üçün istifadə olunur ki, yəni sürətinə yetişəmiyoruz. İstəyirəm son sualımızı verim. Buyur. Bu son sualda elə təzə illə bağlıdır. Əslində bayaqki suallar bizə bağlı ola bilər. İndi mən istəyirəm 2026 haqqında düşüncələr bilək. Yəni tam olaraq digitalda nəyin fərqlənəcəyini gözləyirsən? Necə bir yenilik gələcək? Nə sıradan çıxa bilər? Nəyə hazır olmalıyıq? İndi bu AI məsələsi də ola bilər. Qeyri-AI dediyimiz bu Facebook'un məsələn sıradan çıxmağı, LinkedIn-in belə olmağı və s. Ümid 2026 haqqında nə düşünürük? Nə etmək, nə olacaq digital tərəfdə? Bir yaxlarda zaten ümumiyyətlə podkastın içərisində dediyimiz bunun bir ümumiləşdirəsi olsa 2026-cı ildə nə gözləyir bizi? Bunu deyəndə özümü ekstra sens kimi hiss elədim biraz. Amma 2026-da məncə ümumiyyətlə marketinq cəmiyyətində Google-un axtarış platforması olaraq artıq axtarışların çox aşağı düşdüyünü müşahidə edəcəyik. Çünki gördüyümüz qədərilə TikTok və digər platformalarda artıq insanlar daha çox axtarılır. Vertical search adlandırılır artıq bu axtarış tiplərinə. Və belə deyək, vertical search-ün artması ilə həm social medialara daha çox artıq belə deyək ki, insan kütləsi gedir və istər necə ki TikTok bunu search reklamı veribsə, Instagram və Facebookda da mən gözləyirəm bunu, LinkedIn içərisində gözləyirəm ki, axtarış həyata keçirdiyi zaman reklamların verilməsini gözləyirik daha çox. Bir də məsələn AdSense-dən reklam gəlirləri qazanan şirkətlər falan var idi, hansı ki veb-saytın içərisinə trafiklər. Veb-saytların çoxsu informativ xarakterli, veb-saytlar çoxsu artıq düşməyə başlayır. Yəni daha aşağılara düşməyə başlayır. Düşünürəm ki, burada AI-lar artıq, AI deyəndə yəni bu ChatGPT və digər ona oxşar olan platformaların daha çox istinad olaraq videolara verilməsi gətirib çıxara bilər. Hansı ki, videoya istinad versin. Çünki artıq onların da tekst skriptləri falan formalaşır ki, hansı mövzudan gedir və istinad olaraq hansı bir video verə bilər. TikTokdakı falan videoda deyilən əsasən. Çünki normalda yazıya verir, artıq texnologiya qədər inkişaf edir ki, artıq videodakı olan sözlərə qədər verə bilər, istinad verə bilər. Bunları gətirib çıxardacaq ki, bu da veb-saytların ümumiyyətlə SEO-sunun çox da vacibiyyətini artıq kənara qoyacaq ki, biz artıq
videolarımızı daha yaxşı belə ki, editləmək məcburiyyətinə qalacaq. Bəzən səsdən tuta bilməz. Biz orada alt yazı verməmiz lazımdır. Tekstdə yazmalıyıq ümumiyyətlə. Bəlkə image alt tekstlər formalaşdırmalıyıq ki, hansı ki AI da yaxşı başa düşsün ki, biz orada nə yazmışdıq, istinad verə bilsin çox rahatlıqla. Bu kimi əsas odur ki, social medialar artıq soş reklamıdır. Bir də əlavə olaraq da, yəni gözlədiyim Google-un artıq bir axtarış platforması getdikcə düşməsinə gətirib çıxara bilər. O halda olacaq ki, bu Google öz AI-ının artıq tam şəkildə %100, yəni nəsə axtaranda onun içərisində Gemini özü free şəkildə açması lazımdır. Hamı bir ara free paylıydı. Bir aylıq bildiyim qədərindən bir illik də verirdi. Prosta nəsə bir bug kimi bir şeydi o deyərdim. İndi hal-hazırda bildiyim qədərindən bir aylıq pulsuz verir. Biraz geri qalır sanki Google AI barəsində. Yes. Bəlkə də öz mövqeyini itirməmək üçün çalışır. Eyni nəyə bənzədirəm? İlk iPhone çıxmağına bənzədə bilərəm. iPhone-nun hansı ki tam touchscreen üzərinə çıxarıldığı zaman touchscreen ekran çıxarılanda Nokia deyirdi ki, bunu kimdə alan? Kimdir bunu istifadə edəndə? Hamı bunu öyrəşib. Nokia'nın görünən qədər istifadəçisi var, amma vaxt zaman göstərdi ki, bu belə deyil. Yəni bir dənə knopka bəsəllədi orada. Yes, bir dənə knopka. Sonra onu da yığışdırdılar. Yes. Barmaq izi qoydular, sonra onu da yığışdırdılar. Sağda solda biri söndürən, bir də səsi artırıb azaldan düymələr var. Onu da bəlkə də yığışdırdılar. Yəni daha belə artıq düymə yox da yəni ki, ancaq yəni touchla baş verə bilər ki, olsun. Touchlar biraz sıradan çıxır. Nə bu formada olmağı. Amma sonradan Nokia nəyinədir, Lumia falan çıxartdı, amma çox geridə qaldı. Çox geridə qaldı. Yəni həddindən artıq Microsoft'un ortaq bir şey çıxartdı, heç də uyğun bir şey deyildi. Bunun kimi çoxdur. Yəni misallar verə bilərik. İndi belə götürəndə Apple-un özü belə məsələn də AI necəsə istifadə olunub hər hansı bir platformada. AI olaraq səhv eləmirəmsə ChatGPT-ilə əməkdaşlıq eləyir. Səhv eləmirəmsə Apple öz niyə AI-ni yaratmır? Məsələn bu kimi çoxlu nüanslar var ki, yəni bunlar olsa daha da belə deyək ki, məsələn onlar inkişaf elətdirir. Eyni qaydada burada da Google-un geri qalmağı. Google bunları addım atmalıdır və inkişaf etdirməlidir deyə düşünürəm. İndi Google-la böyümüşük. Rəqəmsal həyatım mənim Google-la keçib. Google bir doğmalığı var da mənə. ChatGPT falan gələndə elə bir sanki özgə falandı. Google daha doğmadı da, yəni o tərəf tutanda bizimkilərdir bunlar. Bunlar tərəfdən döyüşürük də belə deyək ki, bunlar çalışır ki, bunları qaldıraq. Mən hətta bəzən ChatGPT-nin yəni Google-da axtarıram ki, o qabiliyyətim itməsin. Google-a daha çox güvənim, girib araşdırım, amma yəni yenə də. Çünki veb saytlarımın trafiklərindən görürəm də mən də. Yəni artıq Google Analitikada şeyə baxıram. Gələn source-a baxıram. Organikdir, yenə yerində, direct yerindədir. Üçüncü yerdə ChatGPT. ChatGPT referral. Yəni ChatGPT-dən gəlir mənim trafik. Yes. O da saytın içərisində saniyə keçirir. Yəni də belə getdi də, yəni anında götürür və çıxır gedir. Hansısa saniyədə datanı götürür, datanı ümumiləşdirir və məlumatını verir. Yes. Düzdür? Və bu ümumiyyətlə Google-un alqoritmik tərəfində də mənfi təsir göstərir ki, engagement rate düşür aşağı. Adamın ümumiyyətlə saytın içərisində keçdiyi vaxt həddindən artıq çox az olmağa başlayır. Ümumiyyətlə SEO-da səni yuxarı çıxmaq artıq bir bəla olmağa başlayır da, getdikcə sən daha zəifləməyə başlaya bilərsən burada. Amma mən düşünürəm ki, indi o ChatGPT-yə özəl şeyləri qoya bilərlər. Müəyyən şərtdə condition qoyar ki, if ChatGPT burada nəzərə alma, tipli bir nüans ola bilər olsun. Amma indi vaxt göstərəcək. Biz də çalışırıq ki, bunu uyğunlaşa adaptasiyalar, amma ilkin proqnozlarım dediyim kimi 2026-cı ildə Google-un belə deyək ki, müəyyən qədər axtarışların daha da azalmağı, social mediaların bu axtarışların daha çox yəni üzərinə götürməyi və ona uyğun olaraq reklamların çıxarılmağı, əlavə olaraq da belə deyək, AI-ların artıq içərisində müəyyən qədər reklamların həyata keçirilməyi. İnsanlar Google-da vaxt keçirmirdi, social mediada vaxt keçirtməz. Amma dünya üzərində ən çox istifadə olunan Çinli çıxma şərtindən WhatsApp deyə bir şey var. WhatsApp-da artıq ilkin reklamlar ilə gəldi, story ilə gəldi, amma artıq başqa reklam tipləri də çıxacaq artıq. Lazımdır. Belə. Çox sağ ol. Təşəkkürlər. Bir maraqlı. Yaxşı, maraqlı bir podkast oldu. Yes, araya bir qeybət. Digital dünyada əlavə. Amma qeybət üçün ayrıca məncə bir yığışma lazımdır. Ayrıca bir 2 nəfər də var, onlar da əlavə lazımdır. Bəli, 2-3 nəfər bir qeybət eləyir. Maraqlı gəz. Daha maraqlı var. Çox sağ ol. Sağ ol. Təşəkkürlər.